Əgər pensiyaların artmağını istəyirsinizsə, kanala abunə olun və videonu bəyənməyi unutmayın. Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Dövlət Sosial Müdafiə Fondu tərəfindən yayılan məlumata əsasən, həmin tarixdə bütün bölgələrdə yaşayan pensiyaçılar üçün ödənişlərin tam və vaxtında aparılması planlaşdırılır. Bu addım pensiyaçıların sosial rifahının qorunması, onların aylıq büdcələrinin sabit şəkildə təmin olunması məqsədi daşıyır. Məlumatda vurğulanır ki, Dövlət Sosial Müdafiə Fondu vətəndaşların sosial təminat məsələlərinə xüsusi diqqətlə yanaşır. Ödənişlərin qrafik üzrə aparılması həm maliyyə intizamının qorunması, həm də insanların vaxtında maliyyə vəsaiti əldə etməsinə şərait yaratmaq üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, oktyabr ayında da pensiyaçılar ənənəvi qaydada öz pensiyalarını gecikmə olmadan əldə edə biləcəklər. Xüsusilə Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə bu ödənişlərin həyata keçirilməsi sosial sabitliyin qorunmasına mühüm töhfə verəcək. Çünki paytaxt və ətraf bölgələrdə pensiyaçıların sayı çoxdur və onların sosial təminatı həssas məsələlərdən biri hesab olunur. Bu səbəbdən də hər ay ödənişlərin vaxtında icra olunması dövlətin sosial siyasətində prioritetlərdən biri kimi qiymətləndirilir. Eyni zamanda qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay əvvəlcədən tərtib olunmuş qrafik üzrə ödəniləcək. Bu, həm də dövlətin sosial ədalət prinsipinə sadiqliyini, müxtəlif kateqoriyalara aid olan pensiyaçıların hüquqlarının tam təmin edilməsini göstərir. Dövlət Sosial Müdafiə Fondu bildirir ki, bu qaydada ödənişlərin davam etdirilməsi həm sosial sabitliyin qorunmasına, həm də insanların dövlətə olan etimadının artmasına xidmət edir. Əhalinin sosial təminatı istiqamətində görülən işlər hər ay olduğu kimi oktyabr ayında da diqqət mərkəzində saxlanılacaq. Qeyd edək ki, bu cür ardıcıl və sistemli ödənişlər yalnız maliyyə baxımından deyil, həm də sosial-psixoloji sabitliyin qorunmasına mühüm təsir göstərir. Pensiyaçıların vaxtında vəsait alması onların gündəlik həyat tərzinin rahat davam etməsinə, xərclərini planlı şəkildə bölüşdürməsinə imkan yaradır. Beləliklə, oktyabrın 10-da həyata keçiriləcək pensiya ödənişləri həm paytaxt sakinləri, həm də ətraf bölgələrdə yaşayan insanlar üçün vacib sosial tədbir olmaqla yanaşı, dövlətin vətəndaş rifahına verdiyi önəmin növbəti nümunəsi kimi dəyərləndirilir.